Hə, deməli dostlar, mən bu Elman Nəsrovun nə ailəsindən bağlı danışmaq istəyirəm, nə qızından, nə mən bir məsələ ilə bağlı danışmaq istəyirəm. Hansı ki, yəni mən inanın mənə, mən məsələn onu eşidəndə çox pis oldum. Baxın, indi bu qız çox gözəl də bir qızdır. Bu baxırsan namuslu, qeyrətli bir qızdır. İndi bu nə ilənsə bağlı evdən yaşayış. Yani sonra da bu dünən bir çıxış oluşturmuşdum ki, sizə göstərim, amma göstərməyəcəm. Yəni deyir ki, mən atamı belə, yəni nəzərdən salmaq üçün məqsədim o deyildi. Məqsədim odur ki, atamla yaxınlıq edeyim. Və mən ona görə Elman Nəsrovda, yəni Elman Nəsrov dostlar elə adamdır ki, o düzələsi deyil. Yəni Elman Nəsrovun profili elədir ki, bu şərəfsiz olduğu üçün bugün hakimiyyətin yanındadır. İlham Əliyevə məhz Elman Nəsrov bu şəkildə lazımdır. O da həmən o düzəlsə, onun İlham Əliyev nə edirdi onu? Yəni o nöqteyi nəzərdən təbiidir ki, Elman Nəsrov da güzəşt eləməyəcək. Amma mən bugün nə demək istəyirəm o ailə ilə bağlı. Mən bir dənə həmən Elman Nəsrovun bu indiki ailəsindən uşaqları var deyir. O uşaqlar bu bacılarınla görüşmür. Təsəvvür edin, yəni bu Elman Nəsrov evlənib, anadan olublar, indi onlar da bu qızdan haradasa yaşıddır, 1-2 yaş balaca olanlar da, qoyu 3 yaş, 5 yaş kiçik olsunlar. Amma bunlar bir dəfə də olsun öz bacılarını axtarıb tapmayıblar ki, onunla bir ünsiyyətdə olsunlar, görüşsünlər. Atalar, analar səhv edə bilər, atalar, analar düşmən ola bilər, amma bunun evlatlara dəxli yoxdur, inanın mənə. Yəni, məsələn, mən də o nöqteyi nəzərdən, məsələn, mənim də anam, mən gənc olanda, mənim bacım hələ bələkdə olanda anam rəhmətə geldi. Atam evləndi və bizim sonra bir qardaş, bir bacımız oldu. O atamın evləndiyi qadından və biz onlarla heç hiss eləmədik ögey olduğumuzu. Yəni, ardasa atı ilə, anı ilə söhbətimiz çəp gəlsə də, yəni onlardan biz, hətta çox adamlar heç hiss eləməzdi ki, biz ögeyik. Yəni, o nöqteyi nəzərdən mən çox istəyərdim ki, Elman Nəsrovun, indi deyirlər, bu gün həmən o uşaqlar xaricdə təhsil alır falan. Mən çox istəyərdim ki, onun uşaqları xaricdən Azərbaycana gələndə geçsinlər, bu bacılarını axtarsınlar, tapsınlar, qucaqlasınlar, yardım eləsinlər. Yəni, indi Elman Nəsrovdur, Elman Nəsrov şərəfsiz ola bilər.